qiymət verirsən. Amma mən sənin şərəfini həmişə uca tuturdum. Elə bilirdim ki, atam qəhrəmandır. Müharibədə həlak olub. Ağır olsa da fəxr eləyirdim. Axtarış qrupu ilə əlaqə necədir? Yaxşıdır yoldaş mayor. Məni baş leytenant Rəhimovla çalışdırın. Oldu. Dəniz, mən ayam. Qaybula keçirəm. Buyurun. Yoldaş Rəhimov, danışan Nazarovdur. Məlumat verin. Belə? Hə? Yaxşı. Sizi başa düşdüm. Axtarışı sürətləndirmək lazımdır. Şiş qayanın ətrafını diqqətlə yoxlayın. 10-cu zastavanın rəisinə əmr verilib ki, onun sahəsinə gələn bütün yolları bağlasın. Mənimlə tez-tez əlaqə saxlayın. Getmirsən məndən. Neynək? Allah amanında. Talih sana yar olsun. Gəl vidalaşaq. Yox. Getməyəcəksən. Bıraxa bilmərəm. Axı sən mənim oğlumsan. Bizim qanımız birdir. İnsanları təkcə qan birləşdirmir. Fərrux, atanı ölümə verirsən. Ölümdən danışmağa sənin haqqın yoxdur. Dostumu yaraladın. O güllə mənə də dəyə bilərdi. Sərhəd cəbhədir. Sən özün düşmən oldun. Yox oğlum, inan ki mən düşmən deyiləm. Vətənimi də səndən az istəmirəm. Əgər sən əlini mənim qanıma bulasan, Allah günahından keçməz. Axı mən sənin atanam. Atamın yolunda başımdan keçərdim. Amma indi mənim qarşımda vətənimin sərhəddini pozan bir adam dayanmışdı. Əgər dediklərin düzdürsə, ne üçün o tərəfə keçməyə can atırsan? Qulaq as oğul. Mən tək özümü fikirləşmirəm. Mənim başım daşdan daşa deyib. Həyat mənə